Ay qız, sən neyinirsən? Ay mənə neyinirsən? Nə işlə məşğulsan? İşlər mən görməliyəm də. Öldürəcəksən, nəfəsimi kəsəcəksən. Keç otur bir dənə. Keç otur bir dənə. Keç otur. Otur bir dənə. Mələk, bax sənə deyirəm. Mən istəmirəm ki, sən bu evdə əlivi ağdan qarıya vurasan. Eşitdin? Hər şeyi özüm eləyəcəm də, ay qız. Başa düşdün? Özüm eləyəcəm də. Ölməmişəm ki. Sən ancaq oğlumuzu fikirləş. Oğlumuz? Cinsiyyəti bəllidir. Doktor İslam. İndi ağzımdan çıxdı da. Allah nə məsləhət görərsə, onu da verər. Deməli, oğlan istəyirsən? Hə, çox istəyirəm. Sən nə istəyirəm? İstəyirəm işdən gələm, maşını həyətdə saxlayam. Bu da gəlsin, vedrən qəşəng su ilə doldursun, maçalkanı götürsün. Atasına kömək eləsin, maşını yuyaq. Deməli, mən oğul doğuram ki, sənin o balaca maşınını yusun, təmizləsin. Amma mən bu boyda evləri tək-tənha yığışdırım, mənə kömək lazımdır öyle. Amma sənə mütləq kömək lazımdır. Yox, indi... Nə yox, nə yox, nə yox, nədir? İşte mən sənə oğul doğmuram ki, sənin maşını yusun. Həm də mən qız istəyirəm. Valla mənim üçün fərqi yoxdur. Elə ikisindən də olsun. Ay İslam.